Salam, sabahınız xeyir, hörmətli YouTube və TikTok izləyiciləri. Sizləri yenidən xoş gördük. Bura Samux rayondur. Samux rayonun Sərkər kəndində bax qarşıda gördüyünüz 4 sot torpaq sahəsi satılır. 16-nın 25-ədir. Torpaq dökmə deyil. Bu söz bura aid deyil. Prosta bu sadəcə deyə bildim bu sözü. Torpaq, yəni deməm odur ki, torpaq qara torpaqdır. Torpaq sahəsində təxminən 15-dən çox ağac növü var. Deməli bu torpaq sahəsinin yolu haradır? Bax bu qarşıda siz deməli moruq ağaçları görürsünüz. Bax bu moruq ağaçlarının ağac yoxdur ki, bax nəsə belə bir şeydir. Deməli bunun arxasında maşın yolu keçir. İşıq, qaz və deməli işıq qaz, bir də ki internet xəttini görürəm hal-hazırda. Sənədi çıxarışdır. Asan xidmətdə alqı-satqıya gedən sənəddir. İşıq, qaz xətlərini çəkdirmək qanun əsasında mümkündür. Yenidən torpaq sahəsinin ətrafını göstərirəm. Dediyim kimi sənədi çıxarışdır. Asan xidmətində alqı-satqıya gedən sənəddir. Qiyməti 16.000 manatdır. Qiymətində mütləq razılaşma olmalıdır. Deməli bu torpaq sahəsi Sərkər kəndinin giriş hissəsində yerləşir. Bax o Paştavoyda yerləşən Fama marketindən bu torpaq sahəsinə qədər olan məsafə 4200 metrdir. Yəni 4 kilometr 200 metrdir. Yenidən torpaq sahəsinin ətrafını görürsünüz. Qiyməti 16.000 manatdır. Qiymətində mən bildiyimə görə mütləq razılaşma olmalıdır. Yenidən mən sizə bax bu torpaq sahəsinin deməli ərazisini, eyni zamanda ətrafını göstərirəm. Bax belə sizlərə uğurlar.